Hamıya salam. Bugünkü mövzumuzun adı işçilərin bonuslarının hesablanmasıdır. Ümumi olaraq biz bilirik ki, əməkdaşların motivasiyası üçün dövrümüzdə bonuslar böyük rol oynayır. Ümumiyyətlə Excel-də müxtəlif üsullarla bir çox şərtlərə uyğun bonus hesablamalarını yarada bilərik. Bunun üçün adətən mərhələli şəkildə if yaxud da ifs funksiyalarından istifadə olunur. Hal-hazırda tətbiq edib deyəcəyik. Bizim kiçik bir cədvəlimiz var burada və burada bonusun hesablanma şərtlərini deyəcəm sizə. Birinci performans bonusudur. Performansa əsaslanan bonuslar maaş üzərindən aşağıdakı faizlərlə hesablanır. Yüksək performans 20%, normal performans 10%, zəif performans isə 5% olaraq hesablanır. Təcrübəyə əsaslanan əlavə bonus nədir? 5 ildən artıq təcrübəsi olan işçilər maaşının 5% qədər əlavə bonus alır. 2-5 il təcrübəsi olan işçilər 3% əlavə bonus alır. 2 ildən az təcrübəsi olanlar isə əlavə bonus almır. Üçüncüsü isə satışdan əldə olunan bonusdur. Satış həcminin 2%-i bonus kimi əlavə edilir. Fərqi yoxdur bunun. Gəlin ümumi olaraq, bu funksiyanı necə qurduq, onu deyək. Gəlin bunu silək. Hissə izah edeyim və tapaq. Bərabərlik işarəsini qoyduq. Bizə nə lazımdır? Bir maaşa əsasən hesablayırıq da, elə deyil. Maaş hissəsini seçdiririk. Seçdirdikdən sonra maaşı vurmalıyıq. Maaş vurulsun. Parantez içərisində if funksiyasını açırıq. If. Burada şərtlər olduğu üçün if əgər istifadə olunmalıdır təbii ki də. Yenə mötərizəni açırıq. Mötərizəni açdıqda bizə performans lazımdır, elə deyil. C2-ni seçdiririk. C2 əgər bərabərdirsə, dırnaq içərisində yazırıq. Yüksək. Vergül atırıq. 20%, bayaq dediklərimi bir-bir qeyd edirəm. 20%. Vergül atırıq. If açırıq yenə də. Yenə performansı seçdiririk. 20%-dən sonra if açırıq, yenə performansı seçdiririk. Deməli, yüksəkdirsə 20%-dir. Baxın, yüksəkdirsə 20%. Yenidən açırıq ifi. Əgər normaldırsa 10% yazmaq istəyirik. Elə deyil, bərabərdir. Normala. Normal. Vergül atırıq. Bura olur 10%. Vergül atırıq, olur 5%. Bayaq dediyimiz şərtə əsasən hesablayırıq. 5%. Bunu bağladıq. Başa düşdük artıq bizə normalla yüksəkdə nəyə əsasən verəcək. Üstünə gəlirik. Əlavə olaraq da indi iş stajına görə faizlər hesablayacağıq. Yazırıq ifi açırıq. İfi açdıq. Burada bizə təcrübəyə əsasən hesablayarıq. Yəni iş stajına görə. Təcrübə hissəsini seçdik. Yəni D2-ni seçdik. Əgər təcrübə hissəsi 5-dən böyükdürsə yazmaq istəyirik. 5. Vergül atırıq. 5% verir. Elədir, 5%. Vergül atırıq, yenə if açırıq. Burada isə yenə təcrübə hissəsidir. 2-yə bərabərdirsə, böyük bərabərdirsə yazırıq. Yenə də təcrübəni seçdiririk. Seçdirdik. Deməli, böyük bərabərdir. 2, vergül atırıq, 3%, bircə dəqiqə, 3%, vergül atırıq, 0 atırıq, baş saldığımız value if true, value if false, if funksiyasında var da bunlar, bilirik bunları keçmişik. Səhv eləməmək üçün 3-dən atırıq, çünki sayı olaraq götürsək, baxın, bir burada var, bir burada var. Bir də ümumi varsa 3 dənə parantez atmalıyıq. Üzərinə nəyi gəlirik? Bizə lazımdır satış həcminə görə. Satış həcmi hissəsini seçdiririk. 2%-ə vururuq. Deyirik. 2%. 800 yazıldı bura. Bircə dəqiqə 800 olmamalıdır. Rəqəmdə nəsə səhv eləmişik. Yenidən baxın. Bura baxın 5.5 yazmışam. Deməli,
B2 funksiyasını vurduq. If C yüksək 20% götürürük. If C2 normal 10%, 5% götürürük. Yenidən üzərinə gəlirik. If Y2 əgər böyükdürsə 5-dən, burada bunu səhv yazmış uşaqlar. Y2 əgər böyükdürsə 5-dən 5, burada atırıq, deməli bizə 5%, vergülünü atdıq. If funksiyasını yenidən yazdıq. If funksiyasını nəyə əsasən yazdırıq burada? Burada artıq təcrübəyə əsasən yazdırıq da, elə deyil. Təcrübəyə əsasən yazdıq. Mən saç həcminə görə yazmışam. Xeyr, burada təcrübəyə əsasən yazdıq. 2 atırıq, sonra 3%, yoxlayırıq 0. Y2 funksiyasını 2%-ə vururuq, üstünə gəlirik və bizə verir nəticəni. Nəticəni verdikdən sonra isə bu şəkildə artırılmış olur. Yəni, ümumi olaraq biz, bu nə demək olur? Mərhələli if funksiyası və if funksiyası haqqında, yəni biz əvvəlki mövzularda bu barədə danışmışıq. Dərslər yəni bu barədə keçilib. Ümumi olaraq bizdə nə oldu? İşçinin bonuslarını kiçik bir cədvəl üzrə hesabladıq. Maaşını bizə verib 2000, 1500, 1800, 2500. Performans yüksək, normal, zəif, orta. Buna görə faizlər tapılır. Təcrübəyə görə faizlər tapılır. Satış həcminə görə tapılır. Ümumi olaraq funksiya uzun olsa da, bir dəfəlik cədvəl qurmaq üçün çox əlverişli funksiyadır. Yəni normal şəkildə yadda saxlasaq, çox əlverişli bir formatda bunu istifadə edə bilərik.